Mingəçevir şəhərində məktəb direktoru vəzifəsindən azad olunan Gültəkin Quliyeva hüquqi mübarizəyə başlayıb. O, məhkəməyə müraciət edərək yenidən işinə bərpa olunmasını və işsiz qaldığı müddət üçün ona əmək haqqı ödənilməsini tələb edir. Məlumata görə, Gültəkin Quliyeva 2019-cu ildə M. Hüseynzadə adına 3 saylı tam orta məktəbə direktor təyin edilmişdi. Bundan əvvəl isə o, 6 il ərzində Mingəçevirin 19 saylı məktəbinə rəhbərlik edib. Quliyeva bildirir ki, hər iki təhsil müəssisəsində tədris prosesinin yaxşılaşdırılması üçün ciddi işlər görüb. Direktor əlavə edib ki, bu il keçirilən seçkilərdə məntəqə sədri kimi fəaliyyət göstərdiyi üçün onun iş yeri və maaşı qanuna əsasən saxlanılmalı idi. Lakin o, seçki prosesində olduğu müddətdə vəzifədən uzaqlaşdırılıb. Quliyeva bunu qanunsuz sayır və Mərkəzi Aran Regional Təhsil İdarəsinin əmrinə etiraz edir. Digər tərəfdən idarə rəhbərliyi direktorun pensiya yaşına çatmasını əsas gətirərək onu Əmək Məcəlləsinin 70-ci maddəsinin bəndi ilə işdən azad etdiyini bildirir. Məsələ Yevlax rayon məhkəməsində araşdırılıb və məhkəmə Gültəkin Quliyevanın tələblərini təmin etməyib. Direktorun bundan sonra apellyasiya şikayəti verib-verməyəcəyi isə hələlik açıqlanmayıb.